Vektor təsvirlərin çatışmazlıqlarına aiddir. Vektor təsvirlərini asanlıqla raster təsvirlərə ixrac etmək olmur. Bu fikir yanlışdır. Vektor təsvirlər asanlıqla raster təsvirlərə ixrac edilə bilir. Bu əslində vektor təsvirlərin üstün cəhətləri hesab olunur. Vektor qrafikalı təsvirlərdə realizm ənənələri özünü doğrultmur. Bəli, bu fikir doğrudur. Çünki rəng imkanları zəif olduğuna görə vektor qrafikasında yaradılan təsvirlərdə dediyimiz kimi realizm ənənələri özünü doğrultmur. Raster təsvirlərini asanlıqla vektor təsvirlərə ixrac etmək olmur. Bəli, bu fikir doğrudur. Bunu asanlıqla etmək olmur. Bunun üçün xüsusi proqramlara ehtiyac var. Vektor təsvirlərdən ibarət fayl raster təsvirlərə nisbətən daha çox yer tutur. Bu ümumiyyətlə yanlış fikirdir, çünki daha çox yox, əksinə yaddaşda daha az yer tutur. Vektor təsvirlərin ölçülərinin böyüdülməsi keyfiyyətin kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Bu fikir doğru deyil. Bu raster qrafikasının əslində çatışmayan cəhəti hesab olunur. Geniş profilli effektlərin vektor qrafikasında hər variantları kifayət qədər deyil. Bəli, bu vektor qrafikasının çatışmayan cəhətlərindən biridir. Onda vektor qrafikasında olan təsvirlərin çatışmazlıqlarına aiddir. 2, 3 və 6.